Bacılara gələndə isə, bacılar mənim üçün estimist olaraq qalacaqlar. Çünki onlara həm sponsoru, həm prodüseri, həm direktoru, hər bir şey, yəni iş barəsində hər bir şey mən olmuşam. Amma Roza sənin Öz bütçənizdə eləmişsiniz, bildiyimə görə klip çəkmişsiniz, sonra gözəl bir təqdimat eləmişsiniz. Rozanı zülmkar kimi göstərir. Sən onların dost olmuşsan da bir arada, indi Münasibət indi normaldır. Ha, indi zülmkar. Bəli, ya deyirlər ki, bizə xərclədiyi pulları 50 manat biz şoulardan oxuyurduq, gətirib verirdik Rozaya. Doğrudan. Qızlar bunu dəqiq deyirlər də. Belə bir açıqlama, belə bir söhbət gəzirdi. Hə, gəzirdi. Yox, sənə deyiblər bu sözü. Yox, mən də oradan eşitdim. Oradan. Bu sözü qızlar deyə bilməzlər. Qızlar deyə bilməzlər. Niyə? Çünki o sözü qızlar desələr, Roza onların getmə səbəbini açsa, onlar bir yerdə yeksan olacaqlar. Əslində, hər kəs elə bilir biz tolikdən düşməniyik qızlara görə, elə deyil. Onu sən də bilirsən. Bəli, iynələşirdik, statuslarda yerirdik, amma o iynələşmədən sonra zəngilər olurdu və saat yarımlıq danışıqlar olurdu, dost kimi. Çünki qızlardan da öncə bizim tolikdən dostluğumuz oldu, bu da illərə sökənir. Ticarət mərkəzlərinin birinin konsertində Estivins qrupu məndən təzə ayrılmışdı. Və orada olan tərbiyəsizlikdən bizim soyuq münasibətimiz başladı. Bir yadıva sal. Tarım qrupu var idi, Estivins qrupu var idi. Günay İbrahimli təzə çıxmışdı. 2-3 ay idi ki, gündəmdə idi. Bu qızlar oturanda mən dövlət tədbirinə getməli idim. Mən nə elədim, nə xahiş elədim? Şahin, mən bir dənə oxuyum, gedim. Sən dedin ki, qızlar öncə gəlib, bəlkə bir dənə deyək. Mən yaxınlaşdım, üzr istədim, nə dedim? Dedim, qızlar, onlar hər üçündən, Şarım qrupundan da, Estivinsdən də, Günay İbrahimdən də. Dedim, qızlar, onlar mən bir cəmahını oxuyum, gedim, dövlət tədbirinə gecikirəm. Tarix dedi ki, sən niyə onlardan icazə alırsan? Sən statuslu müğənnisən, tanınmışsan. Sən heç birinə icazə almadan təşkilatçıya deyərsən. Şahinə deyək, birinci oxu get. Mən dedim, Şahin dedi ki, hörmətsizlik olmasın. Gəncliyə qoy deyək. Onlar da razılıq verdilər hamının içində, düzdür? Sonra mənim köməkçim sənə yaxınlaşanda sən nə dedin? Sən dedin ki, qızlar gəldi səhnə arxası dedilər ki, birinci biz oxuyacaq, o kimdir? Yox, mən bir dənə bir şey deməsiəm. Bu səbəb ola razı bilməz. Səbəb deyəcəm də sən qardaş. Olub, olmayıbsa. Bu səbəb ola bilməz. Deyəcəm də Şahin Dalı da var da. O kimdir deyəndə onlar yadıma gəlir ki, mənim yaddaşım soyuqluq var idi. Yox idi soyuqluq. Biz orada öpüşdük, görüşdük, yox idi soyuqluq. Və ola bilər ki, demə, heç vaxt demə. Sən illərin dostusan. Yox, mən yenə deyirəm, mən burada... Olub, mən bu sözü, mən bioqrafik roman yazıram. Uşaqlıq 3 yaşından bəri nə iş görmüşəm, hamısı yadımdadır. Mən o qalın, yəni bu... Və olubdu. Şahin də qayıtdı dedi ki, qızlar icazə vermədilər.